Salam, xoş gördük. Biz sizi Gürcüstanın paytaxtı Tbilisidən salamlayırıq. Sabah artıq olduqca maraqlı bir oyun keçiriləcək. Gürcüstan futbolunun əfsanələri ilə Barselona əfsanələri üzə gələcək və bu maç CBC Sportla canlı təqdim ediləcək. Yerindən şərhlə iş başında Mustafa Kamal olacaq və bugün oyun öncəsi mətbuat konfransı keçirilir və mətbuat konfransında Azərbaycan futboluna tanış bir simanı biz burada gördük. Söhbət Nuqzar Kvirtiyadan gedir. Nuqzar, xoş gördük. Muradov vas. Sizi öz vətəninizdə salamlamağa şadıq. Amma deyə bilərik ki, Azərbaycan sizin ikinci vətəninizdir. Bura gəlişiniz isə yəqin ki, sabahki oyunla bağlıdır. Да, во-первых, добро пожаловать на мою родину первую. Я приехал с моей второй родины. Həqiqətən də mən ikinci vətənimdən birinci vətənimə gəlmişəm. Gördüyünüz kimi özümüzlə yağışı gətirmişik bura. Oyuna gəldikdə isə bu maçla bağlı razılaşma artıq çoxdan əldə olunmuşdu. Mən bunu bilirdim. Çox sevindim ki, sizin telekanal da buradadır. Ümid edirəm yaxşı oyun olacaq. Bu havada biz artıq Batumidə Inter əfsanələrinin oyununu görmüşük və stadion tam dolmuşdu. Gürcüstanda futbolu sevirlər və hava belə azarkeşlərə qorxutmayacaq. Məncə sabah oyunda gözəl ab-hava olacaq. У нас в Грузии любят футбол, даже погода не отпугнет их. И я думаю, что завтра будет хорошая атмосфера. Ну, обычно такие матчи это показательные матчи. Они заканчиваются. Adətən belə oyunlar heç-heçə ilə bitir. Düzdür, Inter ilə oyunda belə olmadı. Fiqonun ayağı açılmışdı həmin oyunda. Heç kim onu saxlaya bilmədi. Oyunda böyük hesab qeydə alındı. Milan əfsanələri ilə oyunda isə bərabərlik qeydə alınmışdı. Məncə burada da heç-heçə olacaq. Bu yoldaşlıq oyunudur. Əsas məqsəd ölkədə futbola marağın bir qədər də artmasıdır. Məncə Azərbaycanda da belə oyunlar təşkil etmək lazımdır. Azərbaycan futbolu üçün bu müsbət hal ola bilər. Bu yaxınlarda Qazaxstanda belə oyun olmuşdu. Mən də təşkilində yardım etmişdim. Son zamanlar bu tip oyunlara maraq artıb. Dünyanın müxtəlif nöqtələrində keçirilir. Недавно сделали в Казахстане с ребятами, знакомыми, как бы я тоже помогал. Я бы был очень рад в Азербайджане это провести, потому что Azərbaycanda da belə bir oyun keçirilsə çox sevinərəm. 2019-cu ildə Avropa Liqasının finalı öncəsi xatırlayırsınızsa, belə bir oyun təşkil olunmuşdu. Michael Essien, Hamid Altıntov və digər ulduzlar gəlmişdi. Həmin oyuna da böyük maraq var idi. Sadəcə orada yerlər məhdud idi və hər istəyən oyunu izləyə bilməmişdi. Amma belə bir oyunu 30 minlik Tofiq Bəhram stadionunda keçirsək, maraq çox böyük olacaq. Heç də hər adam gedib Avropada ulduzları izləmə imkanına malik deyil. Amma belə bir maç öz ölkəmizdə keçirirsə, bu hamı üçün çox yaxşı fürsət ola bilər. Ronaldinho'nun Bakıya gələndə necə böyük izdihamla qarşılandığını xatırlaya bilərik. Həmçinin Messinin də. Bu çox yaxşı nümunələrdir. İnşallah bizdə də belə əfsanələrin oyununu izləmə imkanımız olar.